Maide surəsi 55-ci ayə. Yəni Allah Subhanahu buyurur ki, həqiqətən onlar Allah və Rasulü və möminlərin dostlarıdır. Kimlərdir? Əlləzinə onlar ki, namaz qılarlar, zəkat verərlər və hum rakiun, rükû halında. Bəziləri bu ayə deyiblər ki, güya ki bu ayə nazil olub, Əli ibn Əbi Talib, Ömər ibn Xattabın qaynatası, namaz qılanda rükuda biri gəlib meçdə, deyib ki, mənə pul verin, zəkat. Əli ibn Əbi Talibin də güya ki üzüyü olub, güya ki namazda Əli ibn Əbi Talib fikir qapıdadır. Uzadıb ki, gəl götür gəlir. Namazda rükû verir. Birinci namazda tərpənmək olmaz. Uşaq da bunu bilir. O ki qaldı sahabi. Namazda tərpənmək olmaz və qaçı-qaçdır. Nə olur? Namazı qutarandan sonra verər də. Bu adam əvvəlcə deyir ki, bunu ancaq şiələr nisbət verir. Yəni Maidə 55-ci ayəni ancaq şiələr nisbət verir Həzrət Əli əleyhissalama. Və deyirlər ki, güya Həzrət Əli əleyhissalamın üzüyü olubdu, güya fikri namaz qılarkən fikri qapıda olubdu. Və belə bir şey ola bilməz. Həzrət Əli əleyhissalam bu işi görməz. Axı namaz qılırdı, fikri namazda olmalıdır. Allahın qabağında xuşu, xuzu, namazda tərpənmək olmaz. Hətta uşaq da bunu bilir ki, namazda tərpənmək olmaz. Bunun cavabı nədir? Səhih Buxariyə diqqət edin. Səhih Buxari bunların bir nömrəli kitabıdır. Dari ibn Kəsirdə Dəməşqdə də, Beyrutda da çap olunurdu. 2002-ci ildə birinci növbədə. Kitab-ı Salatda 135-ci səhifədə, 106-cı babda, 516-cı hədisdə deyir ki, diqqət edin. Ənə Rasulullah sallallahu aleyhi və səlləm kənə yusalli və huva hamilun umamətə bintə Zeynəbə bintə Rasulillah sallallahu aleyhi və səlləm. Deyir ki, Allahın Rəsulu salavatullah aleyh deyir ki, həml eləyirdi namaz qılarkən ümaməni, harada? Boynunda ya belində. Ümaməni boynuna ya belinə götürmüşmüş Peyğəmbərimiz namazda. Diqqət edin. Fəiza səcədə və zəha. O zaman ki, Peyğəmbərimiz səcdəyə gedirmiş, ümaməni boynundan qoyurmuş yerə. Və izan qamı həmələha. Və o zaman ki, ayağa dururmuş, həmələha götürürmüş umaməni ya belinə ya boynuna. Siz təkfirçi vəhabilər deyirdiniz ki, yox, tərpənmək olmaz namazda. Peyğəmbər tərpənməkdən də o tərəfə keçdi. Peyğəmbəri deyirsiniz ki, Peyğəmbər umaməni öz nəvəsini götürüb qoyurdu yerə, qaldırırdı boynuna. Bəs bu nədir? Cavabınız nədir buna? İkinci kitab Əl-Müstədrək Əl-Səhiheyn kitabı, Hakim İnşaburi sünnilərin ən böyük alimlərindən. Üçüncü cildində bu kitabın Kitab-ı Mərifəti Sahabə bölməsində 2 dənə hədis gətirib bu barədə. 4775-ci hədis və 4482-ci hədislər. Bu iki hədisdə, hər ikisi də hədis, səhih hədisdilər. Burada deyir ki, İmam Həsən və İmam Hüseyn əleyhissalamı Peyğəmbərimiz özü namaz qılarkən belinə mindirirmiş. Bu tərpənmək deyil, nədir? Gələndə səcdəyə qoyurmuş yerə və duranda mindirirmiş belinə boynuna. Buna da cavab verin. Ondan əlavə, əzizlər, Müsnəd-i Əhməd ibn Həmbəldə 40-cı cildində 24027-ci hədisdə Səhih Sünən-i Tirmizi ki, Albani yazıbdır. 1-ci cildində 69-cu babında 601-ci hədisində. Hər iki hədisi də özdə həsən sayırlar, həsəndir sənədləri. Deməli, əzizlər, hər ikisi hədisdə Ayşədən nəql olunurdu. Ayşə deyir ki, Peyğəmbər evdə namaz qılırdı və mən getdim evin ağzına, qapının dalına. Peyğəmbər namaz qıla-qıla yeridi, gəldi, qapını açsın mənim üzümə. Qapını mənim üzümə açsın və həmən halda da yeriyə getdi, yenə də namazında durdu, namazını davam elədi. Bəs bu tərpənmək deyil, nədir? Ay insan, ay təkbirçi vahabi. Həzrəti Əli əleyhissalamın namazı müstəhəbbi namaz olubdu. Hardan bilirik namaz müstəhəbbi namaz olmağın? Əbu Zər deyir ki, biz Peyğəmbər ilə namaz qılırdıq, zöhr namazını qıldıq, bitirdik və bu hadisə baş verdi. Yəni Həzrəti Əli əleyhissalam zöhr namazından sonra müstəhəbbi namaz qılırmış ki, belə bir sail, yoxsul gəlibdi, məscidə keçirdi. Bunu da hamı bilir ki, müstəhəbbi namazı hər bir halda qılmaq olar. Yol yeriyə qılmaq olar, maşında qılmaq olar, təyyarədə qılmaq olar, yıxıldığı yerdə qılmaq olar, atın belində, nə bilim, dəvə belində. Hər halda müstəhəbbi namazdır, vacib namaz deyil ki. Müstəhəbbi namazı hər bir halda qılmaq olar. Bu bir, ikincisi də vacib namazlarda da olsa yenə də heç bir problemi yoxdur. Nə cür? Qəlil miqdarda, yəni az miqdarda hərəkət et, tərpənməyin hərəkət yox, tərpənməyin heç bir işgalı yoxdur. Yəni Həzrəti Əli əleyhissalam gedib qapının ağzına getməyibdi ki, orada getsin, orada sahilə desin, gəl bura mənim əlimdən üzüyü çıxar. Xeyr, Həzrəti Əli əleyhissalam sadəcə əli ilə işarə edibdi. Əli ilə işarə edib, sahildə gəlib çıxardıb barmağından üzüyü. Vəssalam.